87-ci sualda qalmışdı. Davam edək 87-ci sualda. Deyir ki, 3 müxtəlif torbadan birincidə 3 mavi, gelin buradan qeyd edeyim. Birincidə 3 mavi, 5 yaşıl, toplam 8. İkincidə 2 mavi, 4 yaşıl, toplam 6. Üçüncüdə isə 1 mavi, 2 yaşıl, toplam 3 dənə top var. Təsadüfən bir torba seçilir. Təsadüfən bir torba seçilir. Ve bu torbadan bir top çekilir. Çekilen topun mavi renkte olması ihtimalini tapın. Gelin buradan yazım. Deməli olacaq ne? Buradan hardan yazım geçe yerdən. Yazım buradan. Tutalım birinciden 8 toptan birinci götürsem eğer birinci torbanı götürsem 8'de 3'ü mavidir. Ya da veya gedirəm ikinci torbadan götürsem 6'da 2 ya da üçüncü torbadan götürsem 3'de 1. Ama burada deyir təsadüfən bir torba seçilir. Ona görə də bunu bilməliyik ne? Kombinezon 3'dən 1'ə. Çünkü ardıcılıq önemi yoxdur orada. Buradan hesablasaq beraber surətdə olacaq 24'də 9 üstə gələk 8 üstə gələk 8. Məxrəcdə də 3. O da beraber 24'də 9 8 8 25. Məxrəcdə 3. O da 72'də 25 olacaq B variantı. Növbəti sualımız. Növbəti suala baxaq. Neçənci 88-ci sual deyir ki 3 oğlan ve 2 kız toplam 5 nəfər. Deyir təsadüfən 2 nəfər seçdi. Təsadüfən yəni kombinezon. Məxrəcdə olacaq kombinezon 5 nəfərdən ikisi bu ünvanların sayıdır. Deyir ikisi de oğlan olsun. Yəni kombinezon 3 oğlandan 2 nəfər seçək. Bu da nə edir? 4'də 3 yox 5 vur. Bu 5 vur 4 bölü 2 yani 10. Surette de 3 vur 2 bölü 2 yani 3. Onda 3. A variantı. Növbəti sualımız. Növbəti sualımız 89-cu sual deyir. Bir grupta 4 evli cütlük var. Yani toplam 8 nəfərdir. Deyir ki təsadüfən 2 nəfər seçilir. Yəni məxrəcdə olacaq kombinezon 8'den 2. Deyir ki onların biri-biriyle evli olma ihtimali 4 cüt evlilik var. Düzü 4 evli cütlük var. Evli olma ihtimali 4'tür. Yani evlilerin sayı 4'tür daha doğrusu. Burada ne alacağız? 8'den 2 8 vur 7 bölü 2 yani 4 vur 7. Bu da 4. 4'ler de gelir kalır 7'de 1. 90'da deyir ki 5 kız 4 oğlan. 5 kız 4 oğlan toplam 9 nəfərdir. Deyir təsadüfən 2 nəfər seçilir. Yəni ünvanların sayı kombinezon 9'dan 2. Deyir ki biri kız olsun. Yani 5 kızdan biri ya da o birisi de oğlan olsun. Yani 4 oğlandan biri. O da beraber bu 9 vur 8 bölü 2 yani 9 vur 4. Surətdə də 5 vur 4. 4'də yaxşı gelir qalır 9'da 5 E variantı. Növbəti sualımız nedir? 91. Deyir 6 evli cütlük var. Toplam 12 nəfərdir. Baxaq görək. Deyir kişiler bir grupta, kadınlar ise başka grupta. Yani ayrı-ayrı. 12 nəfər ayrı-ayrı yığıb. 6 kişi buradadır. 6 kadınlar buradadır. Deyir ki her iki gruptan da təsadüfən bir nəfər seçilir. Yani ünvanların sayı 6 kişiden biri, 8 kadından biri. Yani 6 vurulsun 6. Sonra deyir ki ne olsun? 2 nəfərin biri-biriyle evli olma, evli cütlüklərinin sayı da 6'da. Burada 6 yaxşı gedir qalır 6'da 1 D variantı. Növbəti sualımız 92. sual. Deyir ki binomunun açılışındaki əmsallar bir kartlara yazılarak torbaya atılır. Torbadan təsadüfən çekilen bir kartın üzerindeki ədədin ondan büyük olması. Əmsallar bildik ki nədir? Kombinezon 6'dan 0'dır. O da ne diyecek? 1. Kombinezon 6'dan 1 yani 6. 6'dan 2 yani 15. Kombinezon 6'dan 3 yani 6 vur 5 vur 4 bölü 6 o 20. Kombinezon 6'dan 4 ile 6'dan 2 ile neyinidir? 15. Kombinezon 6'dan 5 6. Kombinezon 6'dan 6 o da 1. Diğer tesadüfen biri seçilir. 4 7 tane emsal var. Onun diğer ki ne olsun? Ondan büyük olsun. Ondan büyük de 3 tane de 15 15 ve 20. 3'ü 7'sinden 3'ü ne diyeyim? Olacak şart ödeyin ihtimal. 93'te ne diyor? Diyor ki aynı anda atılan 3 demir puldan birinde birinci demir birinde
Üst üzə rəqəm düşdüyü məlumdur. Üçündə də rəqəm düşmə ihtimalını tapın. Demək bildik ki, 3 dəmir pul atılanda ümumi halların sayı 8 dənə, düzdür? Onun birində hökmən qəpik var. Üçü də qəpikdir birində, hökmən üçü də qəpikdir. Heç rəqəm yoxdur. Qəpik, qəpik, qəpik. Heç rəqəm yoxdur da. Amma burada deyir ki, biri 100% nə olmalıdır? Rəqəm olmalıdır. Onda belə çıxır ki, 8-dən birini çıxacağım, qalacaq 7. Mən belə çıxır ki, ümumi halların sayı 7 olacaq. Bir üzünün rəqəm düşmə, bir üzü rəqəm düşürsə 7 hal mümkündür. Onun birində üçü də qəpik olacaq da. Deyir, daha doğrusu üçü də rəqəm olacaq. Üçündə də rəqəm olan birindədir. 7-də 1, o da A variantı. Növbəti 94-cü sual deyir ki, 4 kişi və 3 qadın dairə masada oturdular. Qadınların yanaşı olma ihtimalını. Toplam 7 nəfərdir. 7 nəfər dairə masada oturanda bilirik ki, ümumi halların sayı 7 çıxılsın 1, yəni 6 faktorialdır. Amma deyir ki, əlverişli hallar nə deyir? Deyir ki, şərt qoyur ki, deyir ki, masada qadınlar yanaşı otursun. Yəni, bax, belə deyir ki, qadınlara bir nəfər kimi baxaq. Bax, bura bir nəfər, 4 burada, 1 də burada, toplam 5. 5-dən 5 çıxılsın 1 faktorial, yəni 4 faktorial düzülüş. Amma 3 dənə qadın öz arasında yerini dəyişə bilər. Ona görə 3 faktorial da bu. Belə. Bu 3 qadını bir nəfər kimi baxıb dairə masada düzürük. Olur 4 faktorial. Axı 4 üstə gəl 1, 5 edir də. 5-dən 1 çıxan 4, 4 faktorial. Bir də 3 qadın öz arasında yerini dəyişirlər, 3 faktorial. İxtisara aparsaq burada 4-dən sonra 5 vur 6 qalır. 3 faktorial da 6 ilə ixtisara gedir, qalır 5-də 1 variantı. Növbəti sualımız 95-də deyir ki, 1-dən 100-ə qədər ədədlər içərisindən seçilən ədəddən, yəni bir ədəddən söhbət gedir də, onda belə çıxır ki, ümumi halların sayı 100-dür. Birinin digərinin 2 misli olma ihtimalını tapın. Hara qədər 2 misli var? 50-yə qədər 2 misli var da, 100-ə qədər. Düzdür, 50-nin 2 misli 100-dür. Düzdür, 50-sinin 2 misli. Birinin digərinin 2 misli olması. Düzdür, demək belə çıxır ki, 100 dənəsinin içərisindən seçilən nə burada? 2 yəqin 2-dir. Bir digərinin belə olacaq, bəli. 2 deyir, çünki bir digərinin 2 misli deyir. Baxın, ümumi halların sayı kombinizon 100-dən 2-dir. Deyir, onlardan biri digərinin 2 misli olsun. Biri digərinin 2 misli olanı 50 dənə, çünki nədir? Birinin 2 misli var, 2-nin 2 misli var və s. 50-nin 2 misli var. 51-nin 2 misli yox da. Düzdür. Onda belə çıxır ki, 50-yə qədər 2 misli var. 50 dənə. Əlli cütdür də. Kombinizon 50-dən 2. Görüntü yazdığımı bu olacaq 100 vurulsun 99. Bu da 50 vurulsun 49. Səhv yazdım deyəsən. Bunun bu hissəsini oxuya bilmədim. Seçilən 2 ədəddən biri digərinin seçilən ədəddən. Kitabdan oxuyun görüm nə deyir orada. Keçən sual idi. 95-ci kitaba baxın. Seçilən 2 ədəddən düz oxuram görüm. Düz oxuram. Səhvini istəyirəm. Neçənci idi? 95-ci. 95 seçilən 2 ədəddən. Bəli, seçilən 2 ədəddən. Burada görünmür 2 ədəddən. Birinin digərinin 2 misli olma ihtimalı. Düz yazıram da. Deməli 100 dənə elementdən, kombinizon 100-dən 2-sini götürürəm. Orada neçə cütlük var? Hədə 50-yə qədər var da. 50 cütlükdə. Nədir? 50 cütlük yaranır burada. Biri digərinin 2 misli 50 cütlük düz yazdım. O da bərabər bayaq 2 götürmüşdüm 2 dəfə. Yox. 50 cütlük. Məsələn 1 ilə 2 və yaxud da 2 ilə 4, 3 ilə 6 və yaxud da 50 ilə 100. Birdən 50-yə qədər başladığına görə, 50-yə qədər getdiyinə görə 50 cütlük olacaq. O da bərabər surətdə 50, 100, yox, surətdə 50, məxrəcdə 100 vur 99 böl 2.
100'den 2 getir. 50, 50'nin 50 getir. 90'da 99'da 1 kalır. 99'da 1 de E variantı da olacak. Yaxşı düşməyib. Burada seçilmək olmur. Davam edək. Harda 96-cı sualda oxunurmu görüm. Oxuymağa çalışacağım. Bir torbada 4 ağ, 3 sarı, 5 yaşıl top var. 4 ağ, 3 sarı, 5 yaşıl top var. Toplam neçə edir? 12. Deyir, təsadüfən çıxarılan 2 topun mexanizmli olacaq kombinizon 12'den 2. Hər ikisinin yaşıl və ya hər ikisinin sarı desem bu. Sarı. Hər ikisinin yaşıl və ya hər ikisinin sarı. Hər ikisi yaşıl yəni kombinizon 5'den 2. Və ya dediğine göre topluyoruz ya da sarı dediğine göre kombinizon 3'den 2'yi bunu hesaplayarsınız. Keçid 97. sualda deyir ki ne deyir baxaq. Çoxluğun alt çoxluqlarından seçilmiş bir çoxluğun 4 elementli çoxluq olması. Ümumiyyətlə neçədən alt çoxluğu var? 1, 2, 3, 4, 5, 6 elementi varsa seçilmiş bir çoxluğun dediğine göre ümumi halların sayı olacaq neçə? 2 üstü 6. 2 üstü 6'da neçə edir? 64 düzdür. Deyir ki onun 4 elementli alt çoxluq olması. 4 elementli alt çoxluq ne demek? Yani buradan kombinizon 6'dan 4 belə olacaq. O da beraber 64'te kombinizon 6'dan 4 6'dan 2 demektir. O da 6 vur 5 bölü 2 15. 64'te 15 diye variant. Növbəti deyir ki 98-ci sualda deyir ki 5 uşaqlı bir ailədə uşaqlardan 3'ünün də qız, ikisinin oğlan olma ihtimalını tapın. 5 uşaqlı ailədir. 3'ünün qız, ikisinin oğlan olma ihtimalı. 3'ünün qız olması. Onda bunu bir nol yazaq da. Deməli olacaq nə? 5 uşaq var. Kombinizon. 5 uşaqdan deyir 3'ü qız olsun. Qız olma ihtimalı 2'də 1'dir. 2'də 1'in kubu. Oğlan olma ihtimalı yenə deyir 2'də 1'dir. 2'də 1'in də kvadratı. Düzdür. 1 nol düsturuna göre. O da beraber kombinizon 5'ten 3 yani 5'ten 2 kimi bir şeydi. O da neçə? 5 vur 4 bölü 2 10. Vurulsun. 2'də 1'in kubu 8'də 1 vurulsun. 4'də 1. O da beraber 32'de 10. Yazmadık benim. 32'de 10. O da kısa getir kalınca 16'da 5'te düzdür. Kalem takaq. Demek 32'de 10, o da 16'da 5 olacak. Gelemiyorsun. 16'da 32'de 10, 16'da 5. 16'da 5 o da C variantı. Növbəti 99'un sualda deyir ki bir səbətdə 15 yumurtadan 6'sı xarabdır. Deməli 15 yumurtanın 6'sı xarabdırsa 15 yumurta daxı onda 9'u sağlamdır. Yəni xarab deyildi. Deyir ki təsadüfən olaraq səbətdən götürülen 4 yumurtadan yani məxrəcdə olacaq kombinizon 15'ten 4. İkisinin xarab olma ihtimalı. Yani ikisi xarab olacaq kombinizon 6'dan 2. Onda beləcək ki 9 ikisi də sağlam olmalıdır. Kombinizon 9'dan 2 bunu hesaplayarsınız. Keçim 100'ə deyir ki 5 oğlan ve 3 kız bir cərgə boyunca düzülür. Toplam 5 oğlan ve 3 kız. Toplam 8 nəfərdir. 8 nəfərdir bir cərgədə düzdüm. Onda ne olacak? Ümumi halların sayı olacak ne? 8 faktorial. Düzülüş bölgü 8 faktorial düzdür. Ama deyir ki ne olsun? Oğlanların hem oğlanların hem de kızların öz aralarında yan yana düzülme ihtimali. Bak 5 oğlan burada, 3 kız burada. Bunları bir baxıram çünkü yan yana durub, bunları da bir baxıram. Toplam olur neçə? Bir element bu, bir element bu. 2 element yani 2 faktorial. Daha sonra 5 nəfər öz arasında yerini dəyişə bilər. 5 faktorial. 3 nəfər də öz arasında yerini dəyişə bilər. 3 faktorial. O da beraber 5 ilə 8 iksir yaparım kalsın burada.
6, 7, 8. Surətdə 2 faktorial 2 eləyir. 3 faktorial da 6 eləyir. 6'lar geçsin. 8 ilə 7 geçsə, daha doğrusu 2 geçsə, burada 4. 28'də 1 aldım mən. 28'də 1 D variantı. Növbəti sualımız, davam edək növbəti. 90 neçənci idi bilmirəm, yadımdan çıxdı. Oxuyun buradan. Deyir ki, bir qutuda 3 qırmızı, 5 yaşıl renkli qələm var. 3 qırmızı, 5 yaşıl, toplam 8 qələm var. Deyir, təsadüfən seçilən 2 qələmin, deməli, kombinizon 8-dən 2. Fərqli renkdə olmaz. Yəni, biri qırmızı, biri də yaşıl. Bunlar sadə məsələlərdir. 3 qırmızıdan birini geçsəm 3 hal, 5 yaşıldan birini geçsəm 5 hal. O da bərabər. Məxrəcdə 8 vur 7 bölü 2, yəni 4 vur 7, surətdə də 3 vur 5. İxtisar getmir, 28'də 15. C variantı. Növbəti deyir ki, bərabər sayda kişi və qadın olan bir qrup adam, bərabər sayda kişi və qadın olan bir qrup adam içərisindən seçilən 2 nəfərin birinin qadın, digərinin kişi olma ehtimalı 15'də 8'dir. Qrupda neçə adam var bilmirəm. Tutaq ki, x qadın var, x də kişi var. Bərabər sayda deyir. Toplam 2x nəfər adam var. Deyir, həmin adamdan 2 nəfər seçirim təsadüfən. Yəni, məxrəcdə olacaq kombinizon 2x-dən 2. Deyir, biri qadın olsun, yəni x nəfərdən biri olsun. O birisi də kişi olsun, yəni x nəfərdən biri olsun. Bu ehtimal deyir 15'də 8'dir. Gəlin bunu həll eləyək. Surətdə x kvadrat olacaq təbii ki. Məxrəcdə 2x vurulsun 2x minus 1 bölünsün 2 faktorial, yəni 2. Bərabər 18'də 15'də 8. X'in bir x'e geçsin, 2'lər də x'e geçsin. Surətdə x qaldı, aşağıda 2x minus 1 qaldı. 15'də 8. Buradan da 15x, 16x, x bərabər 8. Düzdür? X bərabər 8. Belə çıxır ki, bizə deyir, qrupda neçə adam var? Qrupda 2x adam vardı. Yəni, 16 nəfər var. 16'da D variantı. Növbəti sualımız, nömrəsini görə bilmirəm, 98 deyəsən. Çevrə üzərində 7 nöqtədən təsadüfən 3'ü seçilir. Yəni, məxrəcdə olacaq ümumi halların sayı kombinizonu 7'dən 3. Seçilən nöqtələr birləşdikdə bir təpəsi K-da olan 3 bucağın əmələ gəlmə ehtimalı. Yəni, bir təpəsi K-da olan isə 3 bucaq əmələ gələcək. Onda belə çıxır ki, K-na birləşdirmək üçün mənə 2 nöqtə lazımdır. Həmən 2 nöqtədə yerdə qalan A, B, C, D, Y, F. Bax, bu nöqtələrdən ikisi olacaq da. 1, 2, 3, 4, 5, 6 nöqtədən ikisi. Götürüb K-na birləşdirəcək olacaq nə? K təpəsində olan, təpəsi K nöqtəsində olan 3 bucaq. Bunu da hesablayarsınız. Növbəti deyir ki, ilk 100 natural ədəddən seçilən bir ədədin, onda belə çıxır ki, məxrəcdə 100 olacaq da. Ən azı bir mərtəbəsində 3 rəqəmin olma ehtimalı. Ən azı bir mərtəbəsində 3 rəqəmin olma ehtimalı. Yəni 13, 23, 33, 43, 53, 63, 73, 83, 93. Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir də onluq 3 olan 33 değildi. 30 var. 31 var. 33'ü yazmışam. 32, 34, 35, 36, 37, 38, 39. Düzdür? 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 olmalı. Neyse saymışam. 50, 40, 50, 60, 70, 80, 90 neyse saymışam. 20 nöqtə olmalı. Hər rəqəmin ikisi iştirak edir. Ümumiyyətlə, bu bir dənə təzini sayım. 13, 23, 33, 43, 53, 63, 73, 83, 93. 1, 2, 4, 5, 6, 7, 8, 9, 10. 10 buradadır. 30, bir dokuyuram. İlk 100'e birden 3 qalıb. Ona göre 20 olacaq. Bəli. Hər rəqəmdən birdən 100'e qədər hər rəqəmdən 20'dən olacaq. 100 dənəsindən 20'sində 20 dənə 100 dənədən 20 dənəsində 3 rəqəm iştirak edir. O da 5'te 1 edir.
Keçək növbəti sual 90 105 deyəsən, 105 bəli. Deyir ki, bir dəmir pul arda-arda 6 dəfə havaya atılır. Üst üzə ən az 4 dəfə rəqəm üzü düşsün. Ən azı 4 dəfə düşsün. Yəni, rəqəm düşməyə də bilər. Yox, ən az 4 dəfə, yəni 4 dəfə, 5 dəfə, 6 dəfə. Onda beləyəcək də bunu. Arda-arda 6 dəfə, üst üzə ən az 4 dəfə rəqəm düşsün. Bunu birini yazmağa məcburuq. Deməli, olacaq, əgər 4'ü rəqəm düşsə desə, kombinizon 6'dan 4, rəqəm düşmə ehtimalı 2'də 1 üstü 4, rəqəm düşməmə ehtimalı 2'də 1 üstü 2. Və ya kombinizon 6'dan 5, 5 dənə rəqəm düşsə, rəqəm düşmə ehtimalı 2'də 1 üstü 5, rəqəm düşməmə ehtimalı 2'də 1 üstü 1. Və ya elə 6'sı da üstə gələk. 6'sının 6'sı da rəqəm düşür 2'də 1 üstündə 6. 2'də 1 üstündə heç nə düşmür 0. O da bərabər hesablasaq. Kombinizon 6'dan 4. 6'dan 2 düzdür. O da 15. 15. 2'də 1 üstü 6. 6, 2'də 1 üstü 6. 1, 2'də 1 üstü 6. 2'də 1 üstü 6'nın yəni 64'də 1. Məxrəc 64. Sürət toplayıram. 15, 16, 21. Bu da 22. İxtisar yaparsam 2'ye 32'də 11. C variantı. Ən azı 4 dəfə rəqəm deyirsə 4, 5, 6 dəfə rəqəm düşmək. Yəni məcburuq bunu neyək? Meyrumundan yazıq. Keçək 106-cı. 25 nəfərlik bir sinifin 15 oğlandır. 15 oğlandırsa onda onu da qızdır. Toplam neçə nəfərdir? 25 nəfər. Oğlanların 6'sı, qızların 3'ü eynəklidir. Onda belə çıxır ki, 6 oğlan eynəklidir. Yerdə qalan 9'u eynəkli deyil. Qızların da 4'ü eynəklidir. 4'ü. 6'sı isə eynəkli deyil. Baxaq. İndi təsadüfən seçilən bir şagirdin, yəni məxrəcdə olacaq 25. Eynəkli qız və ya yox. Bir şagirdin eynəkli və ya qız olma. Yəni ya eynəkli olsun ya da qız olsun de. Yəni qız olsa 10 olacaq. Eynəkli olsa burada 6 eynəkli qız zaten saymışıq. 6 eynəkli olan əlavə saymayırıq. Üstə gələk 16. O da bərabər 25'də 16. 4'ə vursam %64. C variantı. Növbəti 107-ci. 7 mərtəbəli binanın liftinə 1-ci mərtəbədə 3 sərnişin minir. Sərnişinlərin 4-cü mərtəbədən başlayaraq müxtəlif mərtəbələrə düşmə ehtimalını tapın. Deməli 3 nəfərdir. 4-cü mərtəbədən başlayıb düşəcəklər. Ya 4, ya 5, ya 6, ya 7. 4 mərtəbədən birində düşəcək birinci. İkinci yenə 4 mərtəbədən birində. Üçüncü yenə 4 mərtəbədən birində. Bu ümumi halların sayıdır. Amma deyir ki, müxtəlif mərtəbələrdə düşsün. Onda belə çıxır ki, birinci 4 mərtəbədən birində düşəcək. İkinci yerdə qalan 3 mərtəbədən birində düşməlidir. Üçüncü isə yerdə qalan 2 mərtəbədən birində düşməlidir. İxtisar yaparsam 8'də 3 qalacaq. 8'də 3 o da B variantı. Növbəti 108-ci sual. Deyir ki, 6 evli cütlük təbii ki 12 nəfərdir. Arasından seçilən 2 nəfərdən birinin kişi, digərinin qadın olma ehtimalı necə? Evli olmaya da bilirlər də. Biri kişi, bir qadın da bildik də. Olacaq kombinizon 12 nəfərdən 2 bu ümumların sayıdır. Deyir 6 kişidən biri olsun, yəni 6. O birisi 6 qadından biri. O da bərabər 6 vur 6. Biri kişi, biri qadın. Bəli, 6 kişidən biri, 6 qadından biri. Bu da 12'dən 2, 12 vur 11 böl 2, yəni 6 vur 11. 6'lar gedir, 11'də 6 qalır. E variantı. Növbəti sualımız. Növbəti sualımıza baxaq buradan. 109-cu sual. Deyir ki, 3 dəmir pul və 1 zər birlikdə atılır. Pullarda ən az ikisinin rəqəm
və zərin üstündə 4-dən kiçik rəqəm düşmə ehtimalı. Pullarda ən az ikisinin rəqəm düşsün. Yəni ya ikisi rəqəm düşsün ya da nə olsun? 3 rəqəm olsun. Əgər ikisi düşsə, ikisini deyir ha, ikinci demir. Onda belə çıxır kombinezon 3 dənə qəpik dəmirdən, 3 dənə puldan ikisində nə düşsün? Rəqəm düşsün. Onda rəqəm düşmə ehtimalı 2-də 1, üstündə 2, rəqəm düşməmə ehtimalı 2-də 1, üstü 1, düzdür. Ya da 3'ü de dəmir pul olsun. Kombinezon 3'dən 3, 2'də 1'in üstündə 3, o da 2'də 1'in üstündə qəpik düşəndə 0. Bu nədir? Qəpik. Hesablasaq bunu. Buna verəcək bizə. 3'dən 2 nə edir? 3. Bu da 8'də 1. Yəni 8'də 3. Üstə gələk. Bu da neçə edir? Yəni 8'də 1. O da 8'dən neçə edir? 4. Yəni 2'də 1. 2'də 1 budur. Qəpiyim. 2'də 1 qəpikdir. O birisi nə deyir? Zərdə zərdə isə üst üzünə 4'dən kiçik rəqəm. 6'da 4'dən kiçik neçədir? 1, 2, 3. 6'da 3. O da neçə eləyir? 2'də 1 vur 2'də 1. 4'də 1 aldım. A variant. Əgər hesab səhv eləmədimsə düz almışam. Növbəti 110-cu sual deyir, hər birində 3 qara 5 ağ olan 2 torba. Birinci torbada 3 qara 5 ağ. Hər birində. Onda ikinci torbada da 3 qara 5 ağ. Olan iki torbadan birincisinden bir top çekip ikinciye, yani buradan bir top çekti yaptık ikinciye. Daha sonra ikinciden bir top çekip birinciye, daha sonra ikinciden bir top çekip ikinciye ne indirik? Atırıq. Sonra deyir, renk baxımından əvvəlki halın alınma ehtimalı. Renk baxımından əvvəlki alınma ehtimalı ne demek? Yəni renk değişmesinde. Yəni birinciden ikinciye qara atmışamsa, renk əvvəlki kimi yenə qara qayıtsın geri. Ağ atmışamsa yenə ağ qaytar geri atmalıyım ki, əvvəlki kimi olsun. Ona belə baxaq. Deməli, əgər birinciden ağ çıxarsam, burada 8 dənə düzdür, 8 dənə. Onda 8 dənə isə ağ çıxma ehtimalı 8'də 3. Bir ağı gətirib bura atsam, yok qara, 8'də 3 qaradır. Qara atsam burada 8 idi. Bir qara attımsa onda nə deyir? Bir top arttı, ünvanların sayı bir top attı ya da belində. Bir qara attı, bax buradan 4 dənə qara oldu. Onda olacaq neçə? 9 dənə kürə. 9 kürədən bir dənə qaranı götürüb atmalıyam geri ki, nə olsun? Renk değişməsin. Və ya əgər ağ atmış olsam, 8'dən 5 dənə ağın birini atıram ikinciyə. Bu dəfə 5 ağın biri artır. Yəni 6 dənə ağ olur. 9 kürənin 6'sı ağ olur. O da bərabər 72'də 12 bu 30'da bu 42. İxtisar yaparım nəyə? 4'ə yox 2'yə. 2 yaparsam 36'da yox 6'ya gedir də bu. 6'ya geçsə 12'də 7'də qalır. Bir variant. Növbəti sualımız. 2 torbadan birincisi 4 ağ. Buradan yazıram. Birincide 4 ağ. 3 kırmızı. Toplam 7. İkincide 2 ağ. 4 kırmızı. Toplam 6. Birinci torbadan tesadüf olarak bir top çekilip ikinci torbaya atılır. İkinci torbadan tesadüf olarak çekilen bir topun kırmızı olma ihtimali. Birinci torbadan yine bir top atıram. Eğer ben birinci torbadan ağ atsam 7'də 4. Tak ki bura bir ağ attım oldu neçə? Bir ağ arttı. Toplam oldu neçə? 3 ağ. 3 ağ, 4 kırmızı, 7 kürəcik. Onda ne olacak? Kırmızı çıkma ihtimali 7'sinden 4'ü kırmızı. Veya birinciden ben kırmızı atsam eğer ben bura bu defa bu kırmızı artacak bir vahid. Olacak ne? 7 kırmızıdan 3'ünü atsam bu taraf ikinci torbaya. Bu defa burada 7 tane yine 5, 2. 7 top olacak. 7'sinden 5'i kırmızı olacak. Vesselam. O da 49'da 16 bu 15'te bu 31. D variantı. Növbəti sualımız. Deyir ki, birdən 100'e qədər natural ədədlərin içərisində hərəsi bir kart yazılarak atılır. Bu torbadan təsavvürün çıxan iki kartdan. Kombinezon 100'dən 2 çıxartdım. Deyir ki,
Birinin üzerinde yazılan ədədin digərinin üzerinde yazılan ədəddən 3 dəfə böyük olması. Bu da bayaqkine oxşuyur da. 3 dəfə böyük olan 33 dənə ola bilər də. Ən çox 33-ün 3 dəfə böyüyü var da 100-ə qədər. 33 dənə bəli, surətdə olacaq neçə? 33. Bərabər hesablasaq bunu nə alıram? Burada 100 vurulsun 99 bölü 2, yəni 50 vur 99. Surətdə də 33. Bu da qısa geçdi, burada qalacaq 3. 150-də 1. E variantı. Növbəti sualımız 113. A torbasında 5 ağ, 2 mavi. A torbasında 5 ağ, 2 mavi, toplam 7 kürəcik var. B torbasında baxaq 3 ağ, 4 mavi. 4 mavi. Yine burada da 7 tane kürəcik var. Eyni anda, bakıyoruz eyni anda. Yani buradan ve buradan ikisinde de eyni anda bir top çıxarılır. Digərinə atılır. Nəticədə torbadakı eyni renkli topların sayı başlanğıcdakilə eyni olma ihtimalı. Yani buradan kırmızı çıxartmışımız, obisindən də kırmızı, ağ çıxartmışımız, yani renklər değişməsin də. Yani eyni renk yatmalıyam. Onda belə çıxır ki, əgər mən birinciden 7'den 5 ağ çıxartmışamsa, obisindən də 7'den 3 ağ çıxartmalıyam ki, al dəyişib bir-birinə atım ki, renklər değişməsin. Renklərin sayı değişməsin. Ya da əgər mən 7'den 2 mavi çıxartmışamsa, obisindən də yenə 7'den 4 mavi çıxartmalıyam. Burada eyni anda olduğunu göre bu şekilde olacak. O da məxrəcdə 49, 15, 8, 23. 49, 23 o da A variantında. Növbəti sualımız 114. sual. Bu sondu deyəsən. Ne deyir bize? Deyir ki, bakın görün ne deyir. A nöqtəsinin C nöqtəsinə en kısa yolla gitmek isteyen birinin B nöqtəsindən keçmə ihtimalı. Ne tapın? A nöqtəsindən C'ye kadar gelmek için ümumi halların sahibi elədi. Bakın. Demek A'dan geldim. Bak biri geldim. Bakın. Toplam neçədir burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 faktoryal bölünsün. Bak böyle tekrarlanarak bunlar. Burada neçədir? 1, 2, 3, 4, 5, 6. 6 faktoryal. Buradan da 4 faktoryal. Bu ümumi halların sayıdır. Ama diğer ne olsun? Gelsin B'den geçsin. Onda böyle ki biz önce A'dan B'ye geleceğiz. A'dan B'ye gelmek için damlalar sayıram 1, 2, 3, 4, 5. 5 faktoryal bölünsün 4 faktoryal üfüqü gedir. 2 faktoryal da aşağı koyuyorum. Düz saydım yok. 1, 2, 3, 4, 5, 6 bu 6 faktoryaldı. 4 dama üfüqü gedir. 2 dama aşağı koyuyor. 2 faktoryal. Ve B'den C'ye gelsin. B'den C'ye de 4 damadır. Yani 4 faktoryal. 2 faktoryal üfüqü 2 faktoryal da aşağı koyuyor. Mesela gelin bunu hesaplayaq. Burada 10 faktoryalın 4 faktoryal 6 faktoryal geçsin. Burada kalsın 7, 8, 9, 10. 4 faktoryal da açsaq 1, 2, 3, 4. 2 ve 4'ün 8 ile gelir. 9'dan da 3 çıxsa gelir kaldı 3. 7 vur 3 vur 10. Məxrəcdə kaldı. Surətdə 4 faktoryal geçsin. 2 faktoryal 2 faktoryal 2 faktoryal yani 8. Bu da 120'de 120 yok. 720'ni 8'e bölende 90. Bu da 10'a da kısa geçse 9, 3'te geçse 7'de 3 aldım. D variantı. Ve salam bitti. Növbəti videolarda görüşərik. Sağ olun.